Allah Teala Hazreti Musa aleyhisselama əmr etdi ki, Benanyelin zülmündən qurtulmaq üçün Bəni İsrail qövmünü Misirdən çıxartsın. Bu hicrətdə Yahudlər Allahın fərmanlarına qarşı üsyan etdiklərinə görə Allahın qəzəbinə düçar oldular və 40 il səhralarda sərgərdan qaldılar. Bu mühacirətin axırlarında Amuri padşahının zülmünə tuş gəldilər. Onlar Yahudləri öldürüb, mallarını qarət edirdilər. Həzrəti Musa əleyhisselamın əmri ilə Yahudilərin bir neçə əskəri kəşfiyyat və məlumat üçün Amuri torpaqlarına tərəf yollandılar. Onlar bizə çatırlar. Mən onları üzərimə götürürəm. Sən özünü Bəni İsrailə yetir və məlumata çatdır. Tez ol, get! Özündən müğayyət ol. Nadan. Rollarda Puriya Pursorx, Elnaz Şakirdust, Nima Şahrux Şahi, Linda Kiyani və başqaları. Prodüser Seyid Möhsün Cahid, rejissor Həsən Hidayət.
Haşin, niyə təksən? Bəs oğlum hanı? Bəs oğlum harda qaldı? Şəlim öldü. Əmimoğlu Amil isə yaralandı. Əgər Amurilər Amili tutsalar, dərhal öldürərlər. Haşinin bizə gətirdiyi məlumata əsasən, onlar bizdən çox güclüdülər. Onlarla vuruşmaq dəlilik idi. Cənab Natan, biz onlarla vuruşmaq istəmirik. Onlar bizlə vuruşmaq istəyirlər. Əgər biz istəsək, Haşin, sən sabah kişilərlə Amil axtarmağa get. heç bir məlumatımız olmadan kişiləri niyə təhlükəyə atırsınız? Natan, əgər Amilin yerinə oğlun Şamun gedib qayıtmasaydı, sən yenə də həmin sözləri deyəcəkdin. Mən heç vaxt oğlumu bu təhlükə ilə dolu və ölümlü səfərə göndərməzdim. Tək oğlumu yox, qəbiləmdə olan heç bir kişini göndərməzdim. O haqda nə deyirdin? Nə deyirsən? Onu da? Nəyi axı? Ora bax. Bura qana batıb. Yaxşı olar ki, buradan gedək. Atın süvarisi bu ətrafda olmalıdır. Onu tapdım. Bəlkə düşmənlərdəndir? Yox, tanıyıram. Amildir, Hənanın qardaşı. Ölüb? Bilmirəm. Nəfəs alır. Arabanı bura gətir. Bəs atı neyniyim? Arabanın arxasına bağla. Ayıldın. Mən hardayam? Təhlükəsiz bir yerdə. Siz kimsiz? Ənayam. Daniel'in qızı. Amil. Amil. Öldü. Narahat olma. Huşunu itirdi.
Narahat olma. Bu bacım Güldadır. Bir nəfəri atanın yanına göndərmişəm ki, diri olduğunu ona çatdırsın. Atan Danieli burada görmürəm. Həzrəti Musa onu qəbilələrin yığıncağına dəvət eləyib. Həkim yaralarına baxmaq istəyir. Ola bilsin biraz ağrısın. Yaraların düzəlir. Bir neçə gündə istirahət eləsən, tam sağalarsan. Amma mən gərək özümü ağam Həzrəti Musaya çatdırım. Əlbəttə. Amma yaxşı olandan sonra. Amma mən yaxşıyam. Sən dünən huşunu elə itirdin ki, elə bildim ölmüsən. Bilmirəm. Bəlkə də ölmüşdüm. Əgər ölmüş olsaydın, bir də həyata qayıtmazdın. Əzildik! Batdıq! Qulaq asın, biz Bəni İsrailin taleyini Musaya etibar eləməməliyik. Musa cavanlarımızı ölmə vermək istəyir. Biz Allah bəndəsiyik. Musa'nın qulları deyilik ki, ona itaət eləyək. Düzdür, düzdür. O düz deyil. Biz 12 qəbilə bir yerə yığışmışıq ki, Musaya öz təklifimizi çatdıraq. Musa bizim dediyimizi qəbul eləməlidir. Ya da bizdən əl çəkməlidir ki, özümüz hər şeyi həll eləyək. Tələbimiz budur. Düz deyir. Biz 10 qəbilənin başçıları Musa'nın əmrindən çıxmaq üçün birləşmişik. Sən nə deyirsən, Daniel? Öz qəbilənlə bizə birləşirsən, ya yox? Mən küfrə satılmayanlarla birlikdəyəm. Deməli biznənsən. Gəl Musa'nın qanunlarını ləğv eləyək. Bu qanunlar Allahın hökmüdür. Musa'nın yox. Bu ağ yalandır. Musa bu qanunları özündən yazıb ki, bizə hökmdarlıq eləsin. Ey qəssa! Siz neçə dəfə əhdi sındırmaqla Allahı narahat elədiniz. Buna görə dəfələrlə Allahın əzabına düçar oldunuz. Dəfələrlə tövbə elədiniz. Yenə itaətsizlik edib əzabı boynunuza götürmək istəyirsiniz? Musa gəlir. Musa gəlir. Ora baxın, Musa gəlir. Gəlir. Musa gəlir. Musa gəlir. Özü də gəlir. Özüdür. Məyər siz yaddan çıxartmısınız ki, Fironun əlindən çətinliklə qurtulduq? Oğlanlarımızı öldürüb, qızlarımızı isə özü üçün kəniz eləyirdi. Yəni bunların hamısını unutmusunuz? Unutmusunuz. Musa, biz istəmirik ki, malımızı, canımızı sənin faydasız müharibənə fəda eləyək. Biz bu torpaqlarda qalacağıq. Burada həm əmin-amanlıq var, həm də bollu yer. Əgər siz Allahın əmri ilə çayın o tərəfinə keçməsəz, o tərəfdə olanlar bizə hücum eləyəcək. O zaman sizə nə yer qalacaq, nə sərvət, nə də əmniyyət. O tərəfdə yaşayan tayfa çox qüdrətlidir. Bəni İsrailin onları məğlub eləməyə gücü yoxdur. Belə deyil. Allah Taala bizi düşmənlərin zülmündən qoruyacaq. Onda sən öz Allahınla ged onları məğlub elə. Biz də sonra gələrik. Hər qəbilə özündən pay verməlidir. Mallarından və döyüşkən cavanlardan. Dediyim Allahın fərmanıdır. O kəslər ki, Allahın qayda qanunu ilə yaşamasa, Allahın qayda qanunu ilə cəzalanacaq. Yaratam sağalıb. Bir dəstə atlı bu tərəfi gəlir. Bəlkə atan da onların içindədir. Amil hardadır? Çadırın içindədir. Amil!
Gözlərimə inanmıram. Sağ olduğuma Çox sevinirəm. gərək özümüzü Musaya çatdıraq. Mütləq. Yaraların yenidən qanaya bilər. Bəs dedin sağalmışam. Düzdür, amma atın üstündə silkələnsən necə? Gərək tez özümü Musaya çatdırım. Fikir verdin Aşın sənə necə baxırdı? Nə demək istəyirsən? Niyə onun elçiliyini rədd elədin? O mənim yuxularımın kişisi deyil. Bütün gördüklərimi sizə çatdırdım sərvərim. Bu gündən müharibəyə bir neçə ayımız qalıb. Hazırlaşmaq lazımdır. Əgər 1000 döyüşçümüz olsa, Amuriləri məğlub eləyərik. Biz gərək düşmənin xəbəri olmadan böyük bir ordu yığaq. Nə əmr etsəz, yerinə yetirməyə hazırıq. Nə eləməli olduğunu sizə deyəcəm. Karvanım səfərə hazırdır. Nə olub? Niyə belə narahatsan? Hələ yaxşı sağalmamışam. Bu karvanla get. Həm ticarət eləyərsən, həm istirahət. Mənim təcrübəm qılıncdadır. Ticarətdə yox. Karvandakılar sənə ticarəti öyrədər. Bəlkə də daşdan bir tacir düzəldərsən. Amma məndən çətin olsun. İnanmıram. Nə olub Benyamin? Tələsənə oxşuyursan. Bir xəbəri gərək hamısını elan eləyim. Nə xəbərdir? Musa müharibəyə hazırlıq əmrini verib. Gərək silah düzəltməyə başlayaq. Hamısı səfərbər olmalıdır. Hara? İbadətgahın yanına. Hara gedirsən? Nahar vaxtıdır. Bəs sən gəlmirsən? Yox, görürsən ki, karvan yola hazırlaşır. Yola verib 1-2 günə gələrəm. Narahat olma, çataram. Onda görüşərik. Bax, bu təpədə dəmir əridərik. Yanında qılınc və nizə hazırlayarıq. Bu tərəfdə isə onları itiliyərik. Salam olsun Bəni İsrailin böyüklərinə. Salam olsun Dilavər cavana. Müharibəyə hazırlıq görürük. Eşidən kimi özümü çatdırdım. Aşin hardadır? Karvanın hazırlığını görür. Dedi özümü çatdıraram. Bəs qalan kişilər hardadır? Cürbəcür bəhanələrlə Musanın fərmanından boyun qaçırtdılar. Həmişə olduğu kimi. Yaxşı, mən nə iş görüm? Döyüşməkdən başqa əkinçilik və ağac əkməyi bacarıram.
O baqqal İshaqın oğlu Haman deyil. Odur. Eşq və həvəslə uzaq yoldan özünü düz bura çatdırıb. Bizim döyüşçülərimizin sayı azdır. Başqa qəbilələrə ikinci dəfə xəbər göndərin. Musa müharibə bəhanəsi ilə mallarımıza sahib çıxmaq istəyir. Siz zəhmət haqqınızı ona vermək istəyirsiniz? Əsla, heç vaxt. Onda onun qərarını rədd eləyək. Lakin bir neçə qəbilə onu qəbul eləyir. Amma biz bu fərmana boyun əyməyəcəyik. Heç vaxt. Allahın Peyğəmbəri Həzrəti Musa qərar verib ki, siz öz qəbilənizin cavanlarını Amurilərlə vuruşmaqdan ötürü orduya, təlimə göndərməlisiniz. Musaya çatdır ki, əhdimizi yaddan çıxarmamışıq. Amma cavanlarımız gündüzlər işləyir. Biz özümüz axşam onlara təlim keçərik. Axı qərarı almışdıq Şamunun dükanından başqa heç kəsdən alver eləməyək. Bu xasiyyətdə atamıza oxşamısan. Əgər bir kəs elçiliyimə gəlsəydi, hər nə istəsəydim alardım. Bütün dükanlardan nə qiymət olsa belə. Hələ ki gəlməyib. Gələr. Tezliklə gələr. Birdən gəlməsə, onda evdən qaçaram. Bax, bunu başından çıxart. Salam, necəsən? Burada nə edirsən? Şamunun dükanına getmək istəyirik. Bizlə gəlirsən? Bu yaxşıdır. Yox, xoşuma gəlmədi. Sənə havayı da verə bilərəm. Sözlərinə fikir ver. Bu nədir deyirsən? Ağzına nə gəldi danışırsan? Heç xəcalət çəkmirsən? Abır həyan olsun. Salam qızım. Gec gəldin. Bacı, Ənanın yanına getdin. İbadətgaha bir yerdə getdiniz. De görüm, Şamunu vurmaqla pis iş gördüm.
Yuşa, işlər necə gedir? Yaxşıdır. Bircə sayımız kifayət eləmir. Amma çalış ki, bütün işləri vaxtında qutarasan. Bütün qəbilə başlarına da xəbər göndər ki, döyüşə hazır olsunlar. Əmrinizə itaət eləyirəm. Sizin fikrinizcə, Bəni Yasakar qəbiləsindən nə istəyib? 5000 sikkə, Bəs neçə döyüşçü? 500 nəfər. Mənim qəbiləmdənsə 4000 sikkə və 400 döyüşçü istəyib. Əgər biz amurilərlə müamilə eləsək, həm pul özümüzə qalar, həm də əmniyyət və torpaqlar qazanarıq. Niyə bu qədər fikirlisən, oğlum? Elə bil, evdə yoxsan. Əgər qəlbində bir kədər varsa, mənədir. Bir şey yoxdur. Mən o qədər bu rüzgarda yaşamışam ki, sən öz ürəyinin səsini məndən gizlədə bilməzsən. Belə bir şey yoxdur. Ancaq nə? Evin içində sıxılıram. Bayırda isə aramlıq tapıram. Aşiq olmusan. Yox ata, gizlətmə. Mən ananı sevəndə də eynən bu vəziyyətdə idim. İstəyirsən, gedək elçiliyə. Kimdən söhbət edirsiniz atacan? Ənadan. Danielin qızı Ənadan. İndi Aşinin yanına getməliyəm. Ondan bir neçə nəfər adam götürməliyəm. Nəyə görə? Əkin sayəsini biçməkdən ötürü. Bu gecə yanımda qal. Ürəyim çox sıxılır. Sabah sübdən gedəcəm sahənin məhsulunu biçməyə. Sonra qayıdacam silah düzəldən yerə. Məyər kifayət qədər silah düzəlməyir? Yox, hələ də azdır. Məhsulu yığmaq üçün nə qədər adam lazımdır? Hardasa 5 nəfər bəs eləyər. Ən yaxşı fəhlələrimi göndərəcəm ki, bir anın içində məhsulu yığsınlar. Mənə lütf etdin. İnanmıram ki, əmim oğlu Yəhudi qanunlarına qarşı xilaf bir iş görər. Ancaq bəzi vaxtlar. Məsələn, sənin kimi əziz qonağım gələn zaman. Bu kənizi təzə almısan? De görüm, niyə indiyə kimi Bəni İsrail başçılarının qızlarından birinə elçi getməmsən? Hə? Bir dəfə getmişəm. Amma yox cavabını aldım. Buna inana bilmirəm. Yəni, elə bir qız tapılar ki, səni rədd eləsin? İnan ki, bu mənə çox ağır gəldi. Bunu bil ki, o öz bəxtini sındırdı. Yox, o mənim qürurumu sındırdı. Deyirəm, bəlkə peşman olub, hə? Ola bilsin ürəyində başqası var. Nə olub, Benyamin? Niyə bura gəlmirsən? Xoş xəbər var. Xoş xəbər? Kimin üçün? Sənin üçün. Mənim üçün? Yuşanın müavini təyin olması üçün müsabiqə keçirilir. İştirakçıların arasında sənin də adın var. Mən bu müsabiqədə iştirak eləmək istəmirəm. Niyə? Çünki bu məqama məndən layiqli olanlar var. Musanın ordusunda vuruşmaq mənə kifayət eləyər. Gülda tapşırdı ki, sənə deyim, ənanı almaq istəyirsənsə, müsabiqəni mütləq udmalısan.
Gərək Şamuna elə təlim verəsən ki, müsabiqədə qələbə çalsın. Səni də necə lazımdır mükafatlandıracağam. Xidmətinizdəyəm. Oğlun tacirdir. Düzü, inanmıram ki, o bu yarışda qalib gələ bilsin. Oğlum bir şey bilməlidir ki, Yuşanın müşaviri olmaqla həm sərvətə çata bilər, həm də qüdrətə. Ey İsrail cavanları! Bu meydan sizin ləyaqət və şücaətinizin imtahan yeridir. Bu meydanda heç kəsin qanı tökülməməlidir. Heç kəs qürurlanmasın. Əgər içinizdə bu qaydaları pozan bir kəs tapılsa, and olsun Allahın birliyinə. Bu meydanda rüsvay olacaq. Görərsiniz. Birinci mərhələ. İkinci mərhələ. Qılınclarla döyüş. Heç kimin qanı tökülməməlidir. Heç kimin silahı dəyişməyə haqqı yoxdur. Hə cavanlar, döyüşə başlayın. Axırıncı mərhələ. Aminlə Aşin arasında.
Eşidin və bilin. Bən İsrail öz şücaətli cavanını tanıdı. Onun Yuşanın canişini olmaq ləyaqəti var. Əgər sərvərimiz Musa xeyir dua versə, Amili özümə kürəkən eləyərəm. Bax bu atı sənə hədiyyə gətirmişəm. Qəbul elə. Ömrümün sonuna kimi sənə minnətdaram. Gülda, nə fikrə getmisən? Bu cəngavər bəbiri sehirləmək istəyirəm. Necə bir sehir eləmək istəyirsən? Gözlərinlə, ya sözlərinlə? Hər ikisi ilə. Onda Allah bu biçarə cavana rəhm eləsin. Bəbir tora düşdü. Afərin, afərin Aşin. Amil sənin toyunda elə vəzin çıxar ki, fələyin də gözü kör olar. Burada nə edirsiniz? Elə fikirləşdim ki, Amil yanındadır. Yox, çölə çıxdı. Axı o çölə çıxmamalıydı. Düzdür, amma pəncərədən gördüm ki, bir qərib kişi qulağına nə isə dedi. O da çox narahat oldu. Onda gedim onun dalınca. Amil! Amil! Niyə bayıra çıxmısınız? Amil yoxdur, harasa gedib. Hara gedib? Bilmirəm. Nigaran qalmayın. Gəlib çıxar. Ürəyim çox narahatdır. O naməlum kişi haqqında fikirləşirəm. Hansı kişi? Əna dedi ki, bir naməlum kişi Amil üçün xəbər gətirdi. O da nigaran halda məclisi tərk elədi. Ola bilsin vacib bir xəbər olub. İcazə versəz bir neçə nəfərlə onun dalınca gedərəm.
Amil! 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 Gedək ibadətgah tərəfə! Gülda, nə xəbər var? Gözəl şənlikdir. Hamı da xoşbəxtdir. Nəsə ürəyim çox narahatdır. Boş yerə narahat olma. Gül, danış. Sonra bu gecənin həsrətini çəkəcəksən, ha? Kişilər hələ qayıtmayıb. Səbirsiz olma. Qayıdarlar. Mənə bir şeydir, Gülda. Ürəyim heç rahatlıq tapmır. O gələn kimi sənə əziyyət verdiyinə görə onu da anlayacağım. Yox, sənə ant verirəm Allaha, belə eləmə. Yuxarı gedirəm. Ulduzları seyr eləmək istəyirəm. Həna. Amil! 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 Gəldilər. Kişilər gəldilər. Tapdınız? Tapdıq. Şükür Allaha. Hardaydı? Hal necədir? Vay olsun bizə. Güneşimiz söndü. Niye ağlayırsan? Ne olub? Danış. Danış. O öldürülür. Öldürülür. Ürəyimi fəth elədiyin gün söz vermişdin ki, məni tək buraxmayacaqsan. Bugün biz bu matəmə ağlamalıyıq. Bu şad gündə qəlbim fəryad eləyir. Onlar təzə xəbər gətirib. Eşitdiyim və gördüyün kimi həqiqəti danış. Eşitdim ki, Şam'ın Amil'i öldürməyə and içmişdi. Eşitmişdim ki, onu öldürmək istəyir. Bu işi görməkdən ötürü bir neçə nəfər də yırdığını gördüm. Hökmümüzə əsasən cana qarşı can qisası var. Nə badə şəhadətiniz yalan olub, günahsız qanın tökülməsinə səbəb olsun. Amili öldürmək üçün bir neçə qılıncın hazırlandığını gördüm. Bu kişilər sənin fərmanını gözləyir ki, Şamının qanını töksünlər. Mən də Amilin qisasını istəyirəm, amma günahsız qan tökməkdən qorxuram. O sənin qeyrətini öldürüb, sənsə qorxmaqdan danışırsan. Aşin, həddini bil. Mən nə qorxağam, nə də qocalıqdan qeyrəti əldən vermişəm. Onda bizə bir yol göstər ki, bu biabırçılığı üstümüzdən götürək. Amil kimi igidin nahaq qanını tökənlərə heç bir rəhim olunmamalıdır. Hissiyyətinə qapılma, qızım. İstəyirsiniz Amilin qatilini bağışlayım? Atacan, özünüz deyin. Sizcə bu ədalətlidir?
Qulaq asın. Bu andan Amil'in qatillərinin gününü qara eləyəcəyik. O vaxta qədər ki, Amilin cənazəsi bu evdədir, hamısı intiqam halında olacaq. Gərək Amilin cənazəsini torpağa tapşıraq. Bu bizim qanunumuzdur. Oğlum Amil də bizim kimi qatilin tapılması intizarındadır. Əgər qatil tapılmasa necə? 3 gün gözləyək. Sonra torpağa tapşırarıq. Qatil! Yox! Bu nə iftiradır? Aşin Şamunu bir neçə nəfərlə birlikdə Amilin qətlində ittiham eləyərək tutub əsir eləyib. Onların üzərində qisas hökmünü icra eləmək istəyir. Bunların hamısı bəhanədir. Bizlə köhnə haqq hesabı çürütmək istəyirlər. Biz cavanlarımızın köməyi ilə onlara hücum eləməliyik. Bizim onlarla vuruşmağa qüdrətimiz yoxdur. Əgər qəbilələrimizi birləşdirsək, onları yerlə yeşcan eləyib qanlarını qəltan eləyərik. Yahudinin öldürməsi haramdır. Bu 10 qanundan biridir. Nizəni bu 10 qanunun sahibinə sancmaq vaxtı yetişib. Ey başıboş cavanlarımız, indi tədbir vaxtıdır. Qılınc vaxtı deyil. Nə qılınc? Siz qorxaqlığı boynumuza götürməyi tədbir adlandırırsınız. Biz qorxaq deyilik. Sən nə danışırsan? Başıboş axmaq. Geriyə çəkilmək olmaz. Biz qeyrətimizi qoruyub Şamunu azad etməliyik. Cəmaatı səfərbər eləyib qılınclarımızı çəkək. Natan! Sən qəbilə başçısısan. Bir söz de. Siz başqa qəbilələrə xəbər verin. Mənsə bunlarla gedirəm. Oğlumu və başqalarını Aşinin əsarətindən xilas eləyəcəm. Gedək. Baxın, cavan Amili öldürən namərd qatil bizi bu matəmə oturdan bu alçaqdır. El saxlayın. Qatil, öz ölümünə tamaşa elə. Bil ki, mən ərimin qısasını bu iti qılıncla alacağım. Bu qılıncla Allah'ın hökmünü yerinə yetirib canını alacağım. Qılıncı aşağı sal qızım.
Bizim qayda qanunumuz var. Ona xilaf getsək, əlimiz günaha batar. Gözün qarşılığı göz, canın qarşılığı candır. Məyər bu bizim qanunumuz deyil? Düzdür qızım, düzdür. Bu Musanın şəriət hökmüdür. Elə bu hökm əsasında onu öldürəcəm. Sən haqq sahibisən, hökm sahibi deyilsən. Hökmü ya Musa, ya da Yahudilərin kahinləri verməlidir. Bəs mən neyniyim ata? Ərimin qısasını necə almalıyam? Qızım, get Musanın yanına. Onun çıxartdığı hökmə tabi ol. Benyamin, atları hazır elə. Əna ilə birlikdə Musanın yanına gedin. Bu 3 nəfəri Musa hökm verənə kimi həbsdə saxlayın. Sərvərim, bu Amuri əskəridir, əlimizə əsir düşüb. Ondan məcbur aldığımız məlumata əsasən, Amurilər Bəni İsrailin içində Aminin ölümündən sonra düşən çaxnaşmadan xəbər tutublar. Onlar bu fürsətdən istifadə edib üstümüzə hücum çəkmək istəyirlər. Yuşa, təcili özünü qəbilə başçılarına çatdır. Onları mənim yanıma çağır. Heç rəvadır ki, biz əsirlə belə rəftar eləyək. Amma sərvərim, onları bizim əsirləri odda diri-diri yandırır. Əgər siz də belə rəftar eləsəz, onda bizlə onların arasında nə fərq olar? Baş üstə sərvərim. Qızım, qalx ayağa. Amilin ölüm xəbəri bizim üçün də çox ağır oldu. Qoymadılar qatilindən qısasımı alım. Atam məni yanınıza göndərdi ki, neyniyəcəyimi deyəsiz. Ürəyim qanla dolub sərvərim. Səbr elə, qızım. Əgər Şamunun cinayəti sübut olunsa, şəriət qanunu ilə qisas alınacaq. Mən Amilin qan qisasını istəyirəm. Qisas almamış sakitləşməyəcəm. Şamunun qatil olmasında 3 şahidim var. 3 yalancı şahidə inanırsan, başqa sübutum da var. Sübut ya böhtan. Şamun müsabiqədə məğlub olandan sonra Yahudilərin cəngavərindən qisas almaq istəyib. Düz danış Aşin. Əgər məğlub olmaq sübutdursa, sən özün də müsabiqədə Yahudilərin ən şərəfli cəngavərinə məğlub olmusan. Mən Amilin qanundanam. Onun qələbəsi mənim qələbəmdir. Durun! Əl saxlayın. Siz Bəni İsraili məhv eləmək istəyirsiniz. Sizin dalaşmağınız Amurilərin qulağına çatır. İstəyirlər bizə hücum eləyib, Yahudilərin 12 qəbiləsini məhv etsinlər. Musa fərman verib, hakimlik eləmək üçün hamısı onun yanına gəlsin. Amilin qanı nahaq yerə tökülüb. Onun cəsədi sizin qəbilənizin yaxınlığında tapılıb. Ya qisası icra eləməkdən ötürü qatil tapılmalıdır, ya da and içməklə qan bahası ödənilməlidir. Musa, biz and içirik ki, qatili tanımırıq. O bizdən deyil.
və həmin qan bahasını da biz ödəməyəcəyik. Onda Allahın əmri ilə biz bir inəyi qurban kəsməliyik. Haqlı qərardır. Düz deyir. Əmim oğlu öldürülüb. Elə bir igid ki, bu qəbilədən heç kim ona tay ola bilməz. Bir inək kəsməklə bu iş tamam olacaq. Musa, cəsarət eləyirəm. Sənin bizi məsxərə eləmək niyyətin var? Yəni, biz bir inəyi kəssək, bu kinli cavan bizi rahat qoyacaq? Sizin dediyiniz məsxərədən Allaha pənah aparıram. Məsxərə eləmək nadanların işidir. Amma Musa, Allahın hökmünü icra eləyin. Ey Musa, Allahdan istə ki, o bizə inəyin əlamətlərindən desin. Həmin dişi inək nə əldən düşmüş qoca, nə də heç işləməmiş cavandır. Bu ikisinin arasındadır. İndi isə gedin. Sizə əmr olunanı yerinə yetirin. Bu, Musa'nın hiləsidir. Hər kim inəyin qurban kəssə, amilin qətli onun boynuna yazılacaq. Biz gərək onu qəbul eləməyək. Bəlkə də belədir. Amma hər şey bizim əleyhimizədir. Əgər cavanlarımızın ölümünü istəmiriksə, gərək tezliklə o inəyi tapaq. Bizim qəbiləmizdə cavanla qoca arasında olan dişi inəklər çoxdur. Bu əlamətdə olan inəklərdən bir neçəsi var. Tezliklə onlardan birini kəsib cavanlarımıza nicat verərik. Həm Musanın fərmanını icra eləyərik, həm də Allahın əzabından nicat taparıq. Musa'nın hökmündə belə bir şərt yox idi. Bu ədalətli qərardır. Bu ədalət deyil, zülmdür. Ya Musanın hökmünü qəbul eləyək, ya da cavanlarımızı qisasa qurban verək. Niyə belə danışırsınız? Məyər bu inək cavanlarımızın canı ilə bərabərdir? Musa dişi inəyin cavan qocasından danışdı. Amma rəngindən xəbər vermədi. Düzdür, düz deyir. Biriniz Musa'nın yanına gedin. İnək sarı rəngdə olmalıdır. Musa dedi ki, xalis sarı rəngli bir inəkdir. Onun rəngi göz oxşayandır. Əgər sabah axşama kimi onlar inəyi qurban kəsməsələr, öz əllərimlə Şamını öldürəcəm. Tələsib tez qərar verirsən, Aşin. Mənim tez olan qərarım ehtiyat və sükutdan yaxşıdır. Mənim sükutum Musanın hökmünün müqabilində olan hörmətimdir. Get Natana de ki, ancaq sabah axşama qədər vaxtı var. Baş üstə. Musanın hökmü ya inəyin qurbanı, ya qanın qisasıdır. Aşin! Hökm verməmişdən qabaq, yaxşısı budur ki, nəfsini cilovlayasan. Hər kim ki, mənim inəyimin rəngini görür, ixtiyarsız olaraq ondan üz döndərir. Mənim sarı ləkəli inəyim var, amma uşağım ona çox bağlanıb. Onu qurban kəsmək uşağımın ölümünə bərabərdir. O nə işdir? Ay qəbilə başçıları, bir iş görün! Yaxşısı budur, ikinci dəfə Musa'nın yanına gedib inəyin əlamətlərini dəqiq öyrənək. Sonra səhv və xətaya düşməyək. Allah Taala buyurdu. Bu inək yer şumlamaq və əkin yerini suvarmaq üçün ram olmayan dişi inəkdir. Sağlamdır və onda əsl rənginə zidd olan rəng ləkəsi yoxdur. Amma biz öz qəbiləmizdə belə inək tapa bilmədik. Allahın əmrinə arxa çevirməyin. Gedin o inəyi tapın və qurban kəsin. Dəstələrə bölünün. Gedin o inəyi tezliklə tapıb gətirin. Nə oldu?
Hələ o inəyi tapa bilməyiblər. Afərin Musaya. Onları mövcud olmayan bir şeyin dalınca göndərib. Bu minvalla biz qisas hökmünü rahat icra edə bilərik. Get və əsirlərdən müğayət ol. Şamunu şəxsən özüm öldürmək istəyirəm. Baş üstə. Özüdür ki var. Bütün əlamətləri üstündədir. İnəyinizi almaq istəyirik. Satdıq deyil. Yaxşı qiymət alacağıq. Eşitmədin nə dedim? Satdıq deyil. Niyə? Çünki əziz atam İshakın yadigarıdır. Deyirəm ki, yaxşı qiymət verəcəyik. Sağlam bir inəyə nə qədər verərsiniz? 20 sikkə, amma biz 50 sikkəyə də ala bilərik. Bu yəqin Musanın əmri ilə əlaqədardır, düzdür? Sizin də xəbəriniz var? Bu gizli bir xəbər deyil. Əgər Musa özü kimisə göndərsəydi, inəyi Allahın Peyğəmbərinə hədiyyə verərdik. Amma siz almaq istədiyinizə görə 200 sikkədən aşağı satmarıq. Bu 10 inəyin qiymətidir. Eşitdin ki, anam nə dedi? Ucuz satmırıq. Bizi qarət eləmək istəyirsiniz? Ya 200 sikkiyə sizə satırıq, ya Peyğəmbərə hədiyyə edirik. Biz Musa ilə bu haqda danışa bilmərik. O qədər də pulumuz yoxdur. Onunla salamat qalın. Geri qayıdacaqlar. 200 sikkə? Məlun qarətçilər. Xəbis alçaqlar. Kimdir bu iki nəfər? Bir ana ilə oğul. Darı satan İshak'ın ailəsidir. Yadındadır, neçə il bundan qabaq bazar yananda dükanın içində yanıb öldü. Əcəb oldu ona. O miqdarda pulu onlara verməyəcəm. Mən biləni, nə sənin fikrin var almağa, nə də onların satmağa. Cəmaatın bir qismi bu hökmü axmaqlıq, bir qismi isə ədalətli hesab edir. Bəziləri də bir tərəflidir. Amma biz gərək o inəyi alaq. Adam göndərək, onları razı salsınlar. $200 sikkə gətirdik. İndi qiyməti biraz da artdı. 400 sikkədən aşağı satmırıq. 400 sikkə? Şərəfsizlər! Get o inəyi onlardan zorla al. Heç bir sikkə də verməyəcəm. Baş üstə. Dayan! Əziyyətimiz hədər gedər, Natan. Pulu ödə ki, hər şey tezliklə qutarsın. $400 sikkə. İnəyi aparırıq. Bundan qabaq 400 sikkəyə satırdıq. İndi qiyməti 1000 sikkədir. Amil. Amil. Bilmirəm. Məni tək qoyub getdiyinə görə səndən inciyim. Yoxsa qara bəxtimə görə Allahdan. Yuxularımın kişisini tapan kimi dərhal itirdim. Axı mən buna necə dözüm? Necə? Sən indi qara ölümün əlindəsən və geriyə qayıdış yoxdur. Yalnız bir arzum qalıb. Tez ölüb sənə qovuşmaq istəyirəm. Qorxuram Bəni Yasaq qəbiləsi inəyi bizdən zorla alsın. Çox qorxuram. Bu mümkün deyil. İnəyin dastanı hər yerə yayılıb. Natanın adamlarının bu işə cürətləri çatmaz. Bu adi inək deyil. Bu, Qarunun xəzinəsidir. İş ondadır ki, Qarun naşükürlük ucbatından həm özünü, həm də xəzinəsini məhv elədi. Amma sən atana yaxşılıq eləməklə bu xəzinəni əldə elədin.
Mənim adım Natandır. Ben Yasakar qəbiləsinin rəisiyəm. Yəni əcdadlı və qüdrətli bir kəsəm. Sizi yaxşı tanıyıram. Əgər sizdə əcdadlarınızın sərvəti varsa, mənim də Allaha imanım var. Onun istədiyi ilə yaşayıb, heç harama da əl uzatmamışam. O qiyməti ki anan təyin eləyib, zülmə bərabərdir. Sizi almağa məcbur eləmirəm. Yalnız qiymətini deyirəm. Çox çərənləməyin. Bu inəyi mənə satmalısınız. Sənin danışığından təkəbbürlük yağır. Sənin danışığındansa divanəlik iyi gəlir. Əgər belədirsə, onda divanə ilə alver eləmək düzgün deyil. Çıxın gedin, salamat qalın. Ay başı boş. Bu muamilədə oğlumla başqa cavanların ölüm dirim qərarı var. Onda oğlunun diri qalması üçün pulunu ödə. Çox yaxşı. 1000 sikkənizi verirəm. İndi də 1000 sikkəyə satmıram. İndi inandım ki sən doğrudan da dəlisən. Mənə dəli deyirsən? Dəli sənsən ki. Naşükürlük və nadanlıq ucbatından öz tayfanı əziyyətə salmısan. Oğlum, inəyin axırıncı qiymətini de. Əgər siz bu inəyi istəyirsinizsə, gərək 2000 sikkə ödəyəsiz. 2000 sikkə? Bu lap ağ oldu. Qan bahasından da çoxdur. Mən qan bahasını ödəyərəm, amma sizə heç yarım sikkə də vermərəm. Natan, bu işi görmə. Əgər qan bahasını ödəsən, elə çıxar ki, qatil bizim qəbiləmizdəndir. Onda rüsvay olarıq. Eşitdiyimə görə Yasaq qəbiləsi çox varlıdır. Məncə bu pulu ödəməklə sərvətləri azalmaz. İstəsəz ödəyərsiz. Qəbul eləməkdən başqa çarəm yoxdur. İnəyinizi alıram. Əna xanımı gördün? Bəli, Halı necədir? əvvəlki kimi çox kədərli və narahatdır. Yaxşı. Şamından qisas alan kimi halı yaxşılaşar. Həm də mənə tərəf meyil göstərər. İnanmıram bu baş tutsun. Niyə? Eşitdiyimə görə Yasaq qəbiləsi inəyi tapıb. Hardan? Bir həkim sahəsindən Musa dediyi bütün əlamətlər onda var. Oğlum, bu nədir belə? Bu 2000 sikkədir. Atamdan yadigar qalan inəyin qiymətidir. Bu sikkələri ordu üçün gətirmişik. Qoy amirlərlə vuruşmağa gücümüz Və olsun. sözünüz? Bu inəyin qiyməti 20 sikkədir. Bu bizə kifayət eləyər. Allah Taala sənə bərəkətli bir ömür əta eləsin ki, bu yaşayışda imanın ən yüksək dərəcəsinə çatasan. Yuşa, Bəni Yasakar qəbiləsinə çatdır ki, sabah bazarda inəyi qurban kəsəcəyik. Şaun qəbiləsinə də de ki, amilin cənazəsini qurban kəsilən yerə gətirsinlər. Baş üstə. İndi isə qurbanı kəsin.
İneği kesin. Musa, indi qəzavət elə. Gördüyün bu ineği öz qiymətindən 100 qat artığını aldıq. Axır qəzavət Allaha aiddir. Amil, oğlum, qalx ayağa. Qalx. Bir olan Allah'ın adıyla ayağa qalx. Bu ölünü diriltmek mümkün değil. Ölümünden 3 gün geçip. Amil, qalx. Qalx ayağa. Ayağa dur, Amil. Ölü qəzavət eləyə bilməz Musa. Qazi sənsən. Hökm ver ki, övladımı azad eləsinlər. Şamun Amilin qatilidir. Azad yox, edam olunmalıdır. Mən qoymaram. Qoymaram ki, oğlumun qanı yerə tökülsün. Amil, oğlum. Eğer katili bu adamların içinde görürsense bize nişan ver. Yalandı! Yalandı! Amil'den olup! Çekilin! Çekilin! Yoksa sizi helak eləyərəm! Kılıncını koy yere Aşin. Yoksa... Aşina aparın ve Allah'ın hükmü icra olunana kimi onu həbsdə saxlayın.
Allah Amilə ikinci həyat əta elədi. Uzun və bərəkətli bir ömür. Ümid eləyirəm ki, hər ikiniz şirin və xoşbəxt ömür sürərsiz. Allah Teala ittihamı sənin oğlunun üstündən götürdü ki, bəlkə bu hadisə ilə imanın möhkəmləndi. Qiyamət günü hamımız bu halda olacağıq. Diriləcəyik və ömrümüzün bütün sirləri aşkara çıxacaq. Və qorxun o gündən ki, bütün yalan və böhtanlar ifşa olub açılacaq. Allah Teala bu ölünü diriltməklə öz yenilməz qüdrətini sizlərə göstərdi. Buna görə də dedik, kəsilmiş inəyin üzvlərinin bir parçasını öldürülmüş şəxsin bədəninə vurun ki, dirilərək öz qatilini tanıttırsın. Allah ölüləri bu cür dirildir və öz qüdrət nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiz. Bəqərə surəsi 73-cü ayə. Dublyajın rejissoru Emin Abbasov, tərcümə edən Vüqar Həsənov, səs rejissoru Vüsal Həsənov, dublyajın direktoru Emin Abbasov. Filmi səsləndirdilər Gülnarə Zülalova, Vüsal Məmmədov, Pərviz Məmmədrzayev. Film 2011-ci ildə Salam studiyasında səsləndirilmişdir.